Azər bəy, aktyor yoxsa ssenarist? Aktyor. Dram yoxsa komediya? Dram. Xaç atası filmində hansı obraz oynamaq istəyərdiniz? Xaç atasını. Tarixi şəxsiyyətlərdən kimi canlandırmaq istəyirsiniz? Xanlarımızı oynayardım. Hansısa birini. Ən sevdiyiniz film? Truman'ın şousu. Ən sevdiyiniz idman növü? Üzgüçülük. Musiqi janrı bəs necə? Bütün janrlar. Bütün gün enerjili qalmağınız üçün nə edirsiniz? Yaxşı şeylərdən fikirləşir. Xəyanəti bağışlamaq olarmı sizcə? Olar. Təbiət hadisəsi olsanız, hansı olarsınız? Fırtına. Heyvan olsanız necə? Pələng. Bişirə bildiyiniz ən dadlı yemək? Yumurta. İstirahət üçün dəniz yoxsa meşə? Yaş ötdü artıq, meşə. Sevdiyiniz yemək necə? Kartofla bağlı hər şey. Xarakteriniz 3 kəlmə ilə. Məqsəd yönlü, mehriban, unutqan, Ən güclü tərəfiniz? susmaq. Mətbəxdə kişi olmalıdır yoxsa qadın sizcə? Fərqi yoxdur. Bürcünüz? Şir. Ən son izlədiyiniz serial? 0-cı gün Robert De Niro. Tərəf müqabili olmaq istədiyiniz aktyor və yaxud aktrisa varmı, yerli və yaxud da xarici? Var, adlar çəkməzdim amma var, yerli. Sevdiyiniz rejissor necə? Yerliləri, yaxşı rejissorları sevirəm hamısına. Xarici isə əl çatmaz arzudur bəlkə, David Fincher. Təşəkkür edirik.